Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Ümidvaram yaxşısınız. Mən də yaxşıyam. Bugünkü çıxışda qarşınızda tam başqa bir imicdəyəm. Gördüyünüz kimi artıq eynəkdə çıxış edəcəm. Nəinki çıxış edəcəm, artıq bu gündən sonra ancaq eynəkdə olacağam. Bildirim ki, artıq neçə illərdir ki, gözümdə olan problemlərə görə əziyyət çəkirdim və yaxın günlərdə qərara gəldim ki, həkimə müraciət edeyim və həkim mənə bildirdi ki, gözümdə problemlər var və bu gündən sonra daimi olaraq eynəkdən istifadə etməliyəm. Neyniyək? Yəni bu da bir yaşamdır, öyrəşməliyik. Belə məncə daha yaxşı olar. Belə, keçək əsas mövzumuza. Deməli belə dostlar, sevimli komandamız bu həftə sonu La Liqanın 37-ci turu çərçivəsində öz evində Villarrealı qəbul edirdi. Və bildiyimiz kimi bu oyun çox formal bir oyun idi. Lazımsız bir oyun idi. Yenə də deyirəm, komandaya desəydilər ki, bu oyunu oynamağa ehtiyac yoxdur, sizə boş keçin bu həftəni, oynamayın. Komanda razı olardı bəlkə də. Amma məcbur şəkildə bu oyunlar oynanılmalıdır və mövsüm yekunlaşmalıdır. Bundan əlavə olaraq, Villarreal'la oyundan əlavə olaraq Atletik Bilbao ilə də oyunumuz qalıb səfərdə, San Mamesdə. Çətin oyun olacaq, amma bir o qədər də önəmli oyun deyil və Flick bildirib ki, həmin oyuna, Atletik Bilbao ilə oyuna sırf olaraq komandanın 11-lik heyəti ancaq La Masia yetirmələrindən ibarət olacaq. Bu Barcelonada həmişə belə olub, mövsümün sonlarında artıq önəmsiz oyunlarda, lazımsız oyunlarda, hansısa oyunlarda komandanın ilk 11-liyi ancaq öz yetirmələrindən ibarət olub. Gözəl bir addımdır. Onsuz da bizim heyətimizdə yetərincə qədər La Masia yetirməsi var və demək olar onların hesabına biz bu titulları əldə etmişik. Və Villarreal'la oyuna keçək. Əslində danışılası çox şey yoxdur. Mən də belə çox yükləmək istəmirəm sizi bu oyunla. Ayda orada belə oldu, bu orada bunu belə eləsəydi, o burada onu elə eləsəydi, bəlkə belə olardı. Bəlkəmləri yığışdıraq. Bu oyun haqqında heç nə danışmayacağam, analiz aparmayacağam. Sadəcə olaraq onu bildirmək istəyirəm ki, bu oyun Villarreal üçün daha önəmli oyun idi, nəinki Barcelona üçün. Çünki Villarreal Çempionlar Liqası uğrunda mübarizə aparır və əsas rəqibi Atletik Bilbao ilə yarışır. Və bu qalibiyyət Villarreal üçün çox önəmli qalibiyyət oldu və Villarreal üçün möhtəşəm bir şans verdi. Və növbəti turda əgər Barcelona Atletik Bilbao üzərində qələbə qazansa, demək olar ki, Villarreal Bilbaonu keçə bilər. Bilmirəm, onların xal hesablarını bilmirəm kimdə nə qədər xal var. Amma məncə aralarındakı fərq bir o qədər də çox deyil və mübarizə qızğındır. Oyun haqqında onu deyə bilərik ki, komanda yuxulu başlamışdı oyuna. Həmişəki kimi. Çünki o bayramdan sonra, o təntənəli bayramdan sonra komanda yorğun idi. Bu sevinc yorğunluğu idi əslində. Çünki komanda paradda iştirak elədi, kuboklar azarkeşlərə nümayiş elətdirdi və açıq-aşkar bəlli idi ki, bu komanda bu oyuna sadəcə olaraq məzəyə çıxacaq. Sadəcə olaraq yola verməyə çıxacaq. Amma buna baxmayaraq komanda pis oynamırdı əslində. Amma yenə də müdafiədə olan problemlər göz önünə çıxdı. Göstərdi ki, bəzi epizodlarda komanda çatdırmır. Yenə də bunu tənqid olaraq komandaya bildirmirəm. Sırf olaraq həmin o əyləncənin fəsadları olaraq bildirirəm. Bu olmalıydı, oldu, problem deyil. Lamine Yamal yenə öz möhtəşəm oyunuyla bizim gözümüzü oxşadı. Adam artıq top 5 liqalarda cərimə meydançasının kənarından qol vuran ən çox qol vuran oyunçudur. Bu mövsüm artıq 5 qolu var. Möhtəşəm nəticədir və vurduğu qollara da baxsaq, elə-belə qollar deyil. Möhtəşəm qollardır. Qollara baxıb və Lamine Yamala baxırıq. Elə bir aura yaranır ki, bu adamın 17 yaşı yoxdur. Yəni 17 yaşlı uşaq bunu bacarmaz. Amma adam bacarır. Mən bilmirəm bu oyunçuda bu özgüvən, bu arxayınçılıq, yəni belə biraz pis çıxacaq. Bu ibnəlik hardandır? Çox özgüvənlidir bu adam. Dəhşət özgüvənlidir. Elə bil heç nə vecinə deyil. Hər halda fikrimlə razılaşarsınız. Fikirlərinizi də şərhlərdə bildirin. Çox belə qəribə bir aurası var adamın.
heç kimdən qorxmur. Fərqi yoxdur. Qarşısındakı müdafiəçi dünyanın ən yaxşı müdafiəçisidir, dünyanın ən yaxşı oyunçusudur. Vecinə deyil. Yəni deyir adam ki, mən oyuna çıxıram və öz performansımı göstərirəm. Və dostlar, belə nə haqqında danışa bilərik? Transferlər haqqında danışa bilərik. Gələcək mövsüm üçün, növbəti mövsüm üçün nələr etsək yaxşı olar, nələr etməsək pis olar, kimi satsaq yaxşı olar, kimi alsaq yaxşı olar. Bu haqqda biraz danışmaq istəyirəm. Amma bu tam olaraq mövsümün analizi deyil. İnşallah ki, mövsüm bitəndən sonra komandanın tam analiz videosu gələcək. Və bu videoda nəinki mən, Familiya Barselona Azərbaycan kollektivi olaraq Ülvi, Novruz və mən üçümüz bir yerdə iştirak edəcəyik və öz fikirlərimizi bildirəcəyik. Tam mövsümün əvvəlindən sonuna dək komandanı analiz edəcəyik. Necə çempion olduq? Niyə çempion olduq? Niyə burada çempion ola bilmədik? Niyə bu oyunda məğlub olduq? Hər bir detalları açıq-aydın izah edəcəyik, söhbət edəcəyik, bir-birimizdən bölüşəcəyik. Ona görə izləmədə qalın. İnşallah ki, növbəti həftələrdə həmin video kanalımıza yüklənəcək. Belə dostlar, komandamızın transfer şayələri, xəbərlərinə keçməmişdən öncə bir məlumat da vermək istəyirəm. Bu gün bizim üçün çox önəmli günlərdən biridir, Barsa azarkeşləri üçün. Bəlkə də çoxunuz bilirsiniz, bəlkə də bilməyənləriniz var. Bu gün komandamızın əfsanəvi oyunçularından biri olan Andres Iniesta'nın komandamızda keçirdiyi son oyun günüdür. Bu gün düz 7 il əvvəl Andres Iniesta komandamızla vidalaşdı. Düzün desəm, Barselona deyəndə hamının ağlına Ronaldinho, daha keçmiş pokoleniyanın ağlına Cruyff, nə bilim Koeman, Rijkaard gəlir, Kluivert gəlir, nə bilim çox əfsanəvi oyunçularımız var, Rivaldo gəlir. Amma mənim ağlıma ilk gələn əlbəttə ki, Johan Cruyffdur. Johan Cruyff mənim idealımdır. Mən çox sevirəm oyuncunu. Amma sırf olaraq, ikon olaraq, bir özümə nümunə olaraq ən çox sevdiyim oyunculardan biri də Andres Iniesta'dır. Belə deyim, Andres Iniesta'nın Barcelona'dan gedişi mənə daha çox pis təsir etdi, nəinki Lionel Messi'nin. Bəlkə də sizə də təəccüblü gələr. Çünki Andres Iniesta'nı çox sevirəm və mən onu heç kimlə müqayisə etmirəm. Özünüz də hər halda mənim canlı efirlərdə fikirlərimi bilirsiniz. Bəziləri sual verir, Zidane yoxsa Iniesta, nə bilim Modric yoxsa Iniesta, kim yoxsa Iniesta. Iniesta müqayisə olunmazdı. Yəni futboldan başı çıxan adam, futboldan zövq alan adam bilir ki, yəni Iniesta doğrudan da müqayisə olunmazdı. Onun elədiyini heç kim edə bilməz. Və komandamızın əfsanəvi kapitanı düz 7 il əvvəl komandamızı tərk etdi və bu günə kimi yeri görsənir. Bəli, onun o möcüzəvi 8 nömrəsi altında digər möcüzəvi bir oyunçu oynayır, Pedri, və hal-hazırda onun getdiyi yolla gedir və inanıram ki, Pedri onun yolunu layiqincə davam etdirəcək və ondan daha yaxşı olacaq. İnanıram, amma elə bir hissim var ki, nə qədər Pedri yaxşı olsa da, nə qədər də gözəl oynasa da, nə qədər də perspektivli olsa da bir Iniesta ola bilməyəcək. Çünki Iniesta ilə oyun stilləri bənzərdir, okey, oxşardır, amma Iniesta başqa idi. Iniesta tam başqa bir səviyyə idi. Ona görə belə biraz qəmgin notlarla başladıq. Belə, digər bir xəbərimiz isə odur ki, növbəti mövsümdən böyük ehtimalla Lamine Yamal Barcelona'da artıq 10 nömrəli forma altında çıxış edəcək. Bu artıq bəzi xəbər portallarında, qəzetlərdə bildirilib və belə bir şayələr ortaya çıxıb. Böyük ehtimalla ki, Ansu Fati komandamızı tərk edəcək. Əlbəttə istəməzdik belə olsun, istəməzdik ki, Fati kimi oyunçunun sonu belə olsun, amma inanıram ki, Fati karyerasında dəyişikliklər eləyə biləcək və karyerasını bərpa edəcək güclü bir şəkildə və onun bərpası üçün o komandadan mütləq getməlidir dostlar. Bəziləriniz deyirsiniz ki, yox, Fati qalmalıdır, Fatiyə şans verilməlidir. Yox dostlar, yox. İnciməyin məndən. Yəni Fati bu dəqiqə o vəziyyətdədir ki, Barcelona səviyyəsində futbol oynamır Fati. Flick'in qoyduğu oyun strukturu o qədər çətindir ki, o qədər qəlizdir ki, Fatinin başı üçün deyil o futbol oynamaq. Yəni indi mən onun əməyin və yaxud onun perspektivlərini kiçiltmək istəmirəm.
Əlbəttə ki, Fati güclü bir futbolçu idi və perspektivli bir futbolçudur hələ ki. Zədələr imkan vermədi, okey. Amma İnanmıram ki, hal-hazırki Fati Flikin komandasında nəsə bir yer tutsun. Flikə sadə, orta səviyyəli bir komanda lazımdır ki, o komandada daim olaraq oynasın və həmin komandanın gözləntiləri böyük olmasın. Və orta səviyyəli komandada o özün reabilitasiya edəndən sonra artıq top səviyyəli klublarda yenidən oynaya bilər. Lamine Yamala gəldikdə isə yenidən təkrarlayım, əgər 10 nömrəli forma altına çıxış etsə, bəziləri deyir ki, bu biraz risklidir, hələ tezdir Yamal üçün. Hələ Yamal onun üçün böyüməyib. Bəlkə də razı olaram fikrinizdən. Amma bu mövsümə baxanda biz gördük ki, Yamal nəinki oyun aspekti cəhətdən, psixoloji cəhətdən də böyüyüb. Yamal artıq 17 yaşlı bir uşaq kimi özünü aparmır. Mətbuat konfranslarında və yaxud oyundan sonrakı çıxışlarında əsl bir böyük kimi danışır. Əsl bir professional bir futbolçu kimi danışır, uşaq kimi danışmır və meydanda da öz oyunu ilə bunu bizə sübut edir. Və məncə 10 nömrəyə layiqdir. Bəli, risklidir. Qorxuram ki, həmin 10 nömrə lənəti Yamalda da davam eləyə. İnşallah ki, davam etməz. Heç birimiz bunu istəmərik. Amma məncə layiqlidir. Məncə 10 nömrə öz sahibini tapdı. Çünki vaxtı ikən Fatiyə 10 nömrəni verəndə doğrudan da mən istəmirdim. Bilirsiniz nəyə görə? Fati o vaxt doğrudan da uşaq idi və psixoloji olaraq o 10 nömrənin yükün öz üzərinə götürə bilmədi. 10 nömrə altında oynamaq, Barselonada 10 nömrə altında oynamaq, bilirsiniz nə deməkdir? Bu çox ağır bir yükdür. Çünki o nömrə altında elə əfsanəvi futbolçular oynayıb ki, Rivaldo olsun, Ronaldinho olsun, indi mən öz gördüklərimi deyirəm də. Və ən sonda Lionel Messi oynayıb. Lionel Messi. Heç Rivaldo ilə Ronaldinho-nu qoyuram bir qırağa. Bu Messi adı artıq özü böyük bir təzyiqdir və Fati bunu götürə bilmədi. Fati bunu qəbul edə bilmədi. Psixoloji olaraq qəbul edə bilmədi. Amma Yamalda bu iradə var. Bayaq da təkrar elədim. Yamalın bərk xarakteri var. Vecinə deyil adamın. Yəni açıq deyək, adamın deyil həyat. Açıq-aşkar budur. Heç nə deyil. Deyir, budur. Mən beləyəm. Yəni biraz borzudur. Bu o cəhətdən əladır. Hə dostlar. 10 nömrə söhbətini qoyduq bir qırağa, Iniesta'nı qoyduq bir qırağa, öpürük Iniesta'nı, canımızdır, ciyərimizdir. Keçək əsas məsələyə, transferlərə keçək. Dostlar, bu mövsüm Barselonanın ümumi gəliri 950 milyon avro oldu. Bu rəsmi olaraq açıqlandı. Və nəzərə alsaq ki, komandamız Nou Campda oynamır, Manjikdə oynayır. Yəni, azarkeş tutumu cəhətdən qat-qat aşağı səviyyədədir. Demək olar, yarı-yarı vəziyyətdədir. Və bu göstəricilər sadəcə olaraq möhtəşəmdir. Yəni, bu rəqəm doğrudan da ideal rəqəmdir. Amma burada borclar var, xərclər var. Ona görə yəni sırf olaraq bunu xalis gəlir kimi biz təqdim edə bilmərik. Və belə bir məlumat da var ki, yaxın günlərdə, yəni növbəti həftələrdə komandanın satdığı VIP oturacaqların müqaviləsi qüvvəyə minir və komanda 1+1 qaydasına geri dönür. Mən bu qaydanı sizə izah etmişəm. Ola bilər ki, kimsə baxmayıb, kimsə yenidən bilmir. Təkrar olaraq izah edirəm. 1+1 qaydası o deməkdir ki, bu sırf olaraq İspaniyada var, başqa yerlərdə yoxdur. Nə Bespantovu, nə giz-giz şeylər varsa, hamısı La Ligada var. Yəni oradan gözləyə bilərsiniz. Başqa yerdə mən belə şey görməmişəm. Yəni İngiltərə çempionşipdə oynayan hansısa komanda, nə bilim, Hull City, nə bilim, Portsmouth, bəlkə Barcelona'dan daha çox qazanır. Bəlkə yox, elədir ki, var. Barsadan, Realdan daha çox qazanırlar. Və 1+1 qaydası o deməkdir ki, sən bir oyunçu satıb, digər bir oyunçunu ala bilərsən. Bir oyunçu almağın üçün bir oyunçunu satmağın kifayətdir. Amma bu günə qədər Barsada belə deyildi. Maaş limiti söhbəti var idi. Həmin bu finansal, maliyyə fair play söhbəti var deyənə Barsa bir oyunçu alması üçün minimum 2-3 oyunçu satmalı idi. 2, maksimum 3 oyunçu satmalı idi. Yəni çox qarışıq bir mövzudur. Bu mövzuya çox dərinliyinə girmək istəmirəm. Yəni belə qısa dillə desək, bir oyunçu almaq üçün bir oyunçu satmağımız kifayətdir. Və kimlər getməlidir mənə görə, kimlər gəlməlidir? Çox ağır söhbətdir.
Və nəzərə alsaq ki, bəli, komandamız bir üstəgəl bir qaydasına qayıdır, amma komandamızın pulu da olmalıdır ki, buna ala. Yəni istədiyimiz oyunçunu almaq üçün komandanın maliyyə cəhətdən problemləri olmamalıdır. Bəli, biz Real Madrid qədər finansal güclü bir komanda deyilik. Nə bilim, City qədər, Paris Saint-Germain qədər finansal güclü bir komanda deyilik. Bunu boynumuza alırıq və çətinliyimiz elə bundadır. Amma əgər Deku və Laporta ağıllı maxinasiyalar eləsələr, bu transfer pəncərəsində ağıllı işlər görsələr, məncə gözəl oyunçular əldə edə bilərik. Mənim ilk şikayət bildirdiyim yer qapıçı pozisiyasıdır. Qapıçı pozisiyası haqqında onu deyə bilərəm ki, mən Ter Stegen oyunlarına baxıram, Ter Stegen bir o qədər də mənə güvən vermir. Və bu nəinki bu mövsüm, hətta ötən mövsümdə belə idi və son 3 ildədir ki, Ter Stegen artıq o güvəni mənə vermir. Və bəzən mənə sual verirlər ki, Ter Stegen dünyanın ən yaxşı qapıçılarından idi, amma hal-hazırda yoxdur. Yəni mən açıq deyəcəm, inciməyin məndən, hal-hazırda Ter Stegen mən ilk 10-luğa belə salmaram. Yəni hal-hazırda ondan güclü 10 dənə qapıçı çəkə bilərəm, sadəcə olaraq vaxtımız azdır. Və ikinci qapıçımız Szczesny var, üçüncü qapıçımız Penya var. Böyük ehtimalla Penya gedəcək. Qalmaq istəmir, artıq o da oynamaq istəyir. Gəncdir. Szczesny hələ qərarlaşdıra bilmir. Bilmir pensiyaya çıxsın, yoxsa qalsın. Qalsa belə ona tam olaraq güvənə bilmərik. Əsas qapıçı kimi onu görə bilmərik. Məncə bizim qapıçıya çox ehtiyacımız var. Əgər imkan olsa Ter Stegeni sata bilsək, satmaq olar. Mən Ter Stegeni çox sevirəm. Bizim kapitanımızdır. Hər şeyin qoydu. 2015-ci ildən komandamızdadır. Komandamızın ən stajlı oyunçularındandır. Amma hər şeyin öz vaxtı var. Məncə Ter Stegen getməlidir. Özdə elə bir məndə hiss yaranır ki, elə bilirəm ki, o Ter Stegen ayağında nəsə bəddiyi var. O adam nəsə elə bilirəm qara bağlanıb bu adama. Yəni belə qəribə belə bir şeylər çıxır. Yəni bəzi elə bilərsiniz ki, mən bu şeylərə xurafatdır, zətdir, elə şeylərə inanıram. Necə deyim, o mistik şeylərə inanıram. Yox. Sadəcə olaraq elə bilirəm ki, bu adamın nəsə belə uğursuzluğu var da bu komandada. Alınmır da oynan. Və qapıçı bölgəsinə, yəni bu qapıçı pozisiyasına mənim üçün ən ideal namizəd, ən çox sevdiyim oyunçulardan biri Lille'in qapıçısı Chevalierdir. Chevalieri görmək istəyirəm komandada. Şayələr yayılıb ki, o yalan şayələrdir əslində, inanmağınızı istəmirəm. Emiliano Martinez, bəzi azarkeşlər də var ki, qruplarda oxuyuram, chatlarda oxuyuram, deyirlər, "Ha, Emiliano Martinez gəlsin, əla qapıçıdır." Dostlar, eləməyin də belə. Yəni Emiliano Martinez əla qapıçıdır, okey, amma ilk növbədə onun yaşı o deyil. Yaşı çoxdur, 32-33 yaşı var deyəsən. Həm də ki, Emiliano Martinez sırf olaraq bizim sistemə uyan qapıçı deyil. İlk növbədə fair play qaydalarına uyan qapıçılardan deyil. Bəli, mən özüm Argentina azarkeşiyəm, Argentina millisinin azarkeşiyəm. Amma yəni elə bir qapıçımın olmasını istəmirəm. Çox belə provokator qapıçıdır. Və oyun cəhətdən belə komandamıza uymur. Ayağı ilə oynaması o qədər yaxşı deyil. Bəli, refleksləri, sevləri əladır. Penaltilər seriyasında möhtəşəm çıxışlar eləyir. Amma sırf olaraq bunu uzun müddətli perspektiv üçün komandaya gətirmək məncə yersiz olar. Mən istəməzdim şəxsən. Mən Chevalierin gəlməsini istəyərdim və yaxud Portodan Diego Costa deyirlər və yaxud Espanyolun qapıçısını deyirlər. Adı yadımdan çıxdı o uşağın. O da yəni yaxşı qapıçıdır, perspektivli qapıçıdır, sevirəm onu. O da gələ bilər. Amma məncə qapıçı pozisiyası dəyişilməlidir. Sol və sağ cinah müdafiəmizə oyunçular gəlməlidir. Rezerv oyunçular. Ehtiyat oyunçularımız olmalıdır. Bizim ehtiyat oyunçular skamyakamız çox kiçikdir. Yəni Baldenin əvəz etçisi görün kimdir, Gerard Martin. Kundenin əvəz etçisi belə yoxdur. Garcia onu əvəz edir. Ya Kundeni keçirmək lazımdır mərkəzə, Arauxonu satmaq lazımdır. Kundenin yerinə top səviyyəli bir sağ cinah müdafiəçisi almaq lazımdır. Belə bir şansımız da var idi. Bayer Leverkusendən Frimpong'a ala bilərdik. Sərbəst qalma məbləği 35 milyon avro olan oyunçunu biz ala bilmədik. Bilmirəm, burada dedilər maddi problemlər var. Yəni bu məni qorxuzur artıq. Yəni əgər biz 35 milyon Frimpong kimi oyunçuya pul verə bilmiriksə, yəni burada deyəsən problem o qədər balaca deyil, deyəsən böyük problemlər var. Yəni bu məni biraz qorxudur. Çünki Liverpool çox cəld tərpəndi. Cəld hərəkətə keçdi və Frimpong'u demək olar transferin həll elədi. Artıq hər şey həll olunub, müqavilələr imzalanıb, sadəcə olaraq rəsmi açıqlama gözləyir. Yəni əzəli rəqibimiz Real Madrid
Artıq Arnoldun transferini rəsmən elan elədi. Huysenin transferini elan etdi və demək olar yaxın günlərdə Carreras transferini də elan eləyəcək. Yəni Real Madriddə bu gözlənilən idi əslində. Çünki Real Madriddə doğrudan da nəsil dəyişmə prosesi çoxdan olmalı idi və artıq da başlayır o proses. Huysen transferinə mən bir o qədər də okey. Onun Barsa ilə də adını çəkirdilər ki, Barsa da istəyir. Amma mən bir o qədər də oyunçunu istəmirdim, düzünü desəm. Bəli, ayaqla çox gözəl oynayır. Çox gözəl ötürmələri var. Ən əsas da uzaq ötürmələri çox gözəldir. Amma bir müdafiəçi olaraq, müdafiə aspekti olaraq bir o qədər güclü deyil. Yəni mən onu əsla komandada görmək istəməzdim. Carreras transferi əla transferdir. Xoşum gəldi Carrerasdan. Çünki Carreras ən çox müdafiədə də yaxşı oynayır, hücuma da yaxşı qatılır və belə deyim, oyun qurma üzrə build-upda çox kömək eləyəcək Real Madridə. Build-up cəhətdən Real Madriddə belə müdafiəçi yox idi. Belə cinah müdafiəçisi yox idi. Amma Carrerasda o potensial var. Ona görə əla transferdir. Məncə biz də artıq nəsə eləməliyik. Sağ cinah müdafiəçisi dedim, sol cinah müdafiəçisi dedim. Yarım müdafiə məncə alınmasa belə olar. Barsaya bu dəqiqə yanan yer deyil yarım müdafiə. O qədər də önəmli deyil. Məsələn, Zubimendini istəyirdilər. Zubimendi böyük ehtimalla Arsenala keçəcək və Arsenal üçün bu əla transferdir. Çünki Zubimendi 4-4-lük oturacaq da Arsenala. 4-4-lük oturacaq Arsenala. Zubimendi, Odegaard və Declan Rice. Möhtəşəm üçlü ola bilər. Yəni qəşəng transferdir. Ona görə yarım müdafiə xəttinə məncə oyunçu alınmasını istəmərəm. Amma əgər belə bir şey olsa, Olmonu satıb yerinə Musialan ala bilsək. Bilirsiniz nə olar bu? Bal da bal, konfet, hər şey. Yəni bilirsiniz, dəhşət bir şey ola bilər də dostlar. Pedri və Musiala. Pedri biraz arxada, Musiala biraz qabaqda. Yəni başların gicəlləndirər də rəqib oyunçuların. Demək olar onların oyun stili bənzərdir axı. Musiala da Pedri topu götürürlər, belə-belə sağ-sol belə yerlərində fırlanırlar, nə bilim burulğan qururlar, başı gicəllənir adamın. İkisi də o tipdə müdafiəçidir deyənə. Yarım müdafiəçidir deyənə üzr istəyirəm. Yəni dəhşət bir şeylər eləyə bilərik. Amma bu qeyri-real bir şeydir. Doğrudan hələ gözlənilməyən bir şeydir. Çünki o babat pul lazımdır onun üçün. O da bizdə yoxdur hələ ki. Amma Olmonu 70-80 milyona City'yə sata bilsək, City maraqlanır Olmo ilə. Çünki City Virtsi istəyirdi, Virtsi ala bilmədilər. Virtsi özü də bilmir hara getmək istəyir. Real var oradan, Liverpool oradan istəyir, nə bilim, Bavariya buradan istəyir, Chelsea buradan istəyir. 50 dənə namizədlər, bir dənə qızlı, 5 dənə oğlan istəyir. Onun kimi bir şeydir. Amma City deyəsən artıq vaz keçdi bu transferdən. Çünki dedi 150 milyon vermək istəmirəm. City kimi komanda deyir mən 150 milyon vermək istəmirəm, çoxdur bu. City'də vəziyyət deyəsən yaxşı deyil. Hə, ona görə Olmo transferinin üstünə düşmək istəyir City rəhbərliyi və Olmonu satmaq olar. 70-80 milyona satsaq, onun yerinə Musialanı ala bilərik. Və yaxud onu satıb onun yerinə Rafinyanı ortaya keçirib sol cinaha güclü sol winger ala bilərik. Bu Nico Williams ola bilər. Əslində istəyərəm, amma son vaxtlar, son dönəmlər bir o qədər də xoşuma gəlmir. Nico Williamsda belə bir mındar bir xasiyyət var. Bəzən çox belə kuraja düşür. Giz-giz hərəkətlər eləyir. Məsələn, Yamalda bu alınır. Çünki bunda fitri istedad var. Alınır da, gedir bunda, alınır. Amma Nico Williamsda alınmır və çoğorta düşür adam, oyunu itirir. Oyunda tamamilə itir. Bir dənə İspaniya millisində belə deyil. İspaniya millisində adam prime açır. Amma Bilbao'nun oyunlara baxdım onu, sırf olaraq elə United'lə oyunu deyirəm. Yəni bu adam itmişdi oyunda. Bəzən çox kuraja allanır. Ona görə biraz belə ortada qalmışam. Əslində mənim istədiyim oyunçu, sol cinaha istədiyim oyunçu Adamel Lukmandır. Lukmanı çox bəyənirəm. Bəli, yaşı biraz çoxdur, sistem oyunçusudur, Gasperini'nin sistemində oynayır və belə bir şey deyim ki, Gasperini'nin rəhbərliyi altından çıxan oyunçular, yəni Atalantadan gedən oyunçular digər komandalarda bir o qədər uğurlu ola bilmirlər. Bu nüans da var. Buna da diqqət etmək lazımdır. Amma Lukman məncə belə bir oyunçu deyil, gənc oyunçu, yeniyetmə oyunçu deyil. Artıq az da olsa təcrübəsi var. 27 yaşı var adamın və məncə pis olmazdı. Onu da namizədlər arasında görürəm. Sağ cinaha məncə heç kim lazım deyil və əsas məsələ bizim ən yaralı yerimiz, ən böyük dərdimiz Lewandowski, dərdim mənim. Necə deyim başqa dönüm. Yəni doğrudan da bu adamın yerinə başqa oyunçu lazımdır. Lewandowski'nin yerinə yeni hücumçu lazımdır. Bu Lewandowski'ni sevənlər, siz
Bu Lewandowski eşqi nədir belə? Hardandır sizdə bu Lewandowski eşqi? Mən də çox sevirəm Lewandowskini. Artıq ikinci, üçüncü mövsümüdür komandamızda. Üçüncü mövsümdür ki, komandamızdadır və çox işlər gördü komandada. Çox möhtəşəm işlər gördü. Amma yaş öz sözünü deyir də dostlar. Gəlin aldatmayaq da bir-birimizi də. Yəni həminki Lewandowski deyil də. Villarrealın oyuna baxdınız da siz. İndi bilirəm zədədən təzə qayıdıb, formasında deyil, istədiyi formanı bərpa eləməyib. 3 həftədən çoxdur ki, futbol oynamırdı. Amma da belə də yoxdur. Adam bildiyiniz taxtalaşmışdı. Adama top dəyir, elə bir taxtaya top atırsan. Yəni divara ya topu atırsan, obratın üstünə qayıdır top. Yəni heç bir incəlik yox, toxunuşlarda belə bir qeyri-adi bir şey yox. Bəli, mövsümdə əla nəticə göstərdi. 40-dan çox qol vurub. Əla nəticədir. Bu yaşa görə əla da yox, superdir. Super, əla, hər şey, nə bilim nə deyim, magical, hər şey. Amma yeni mövsümdə bu alınmayacaq. Lewandowskinin alındıra bilməyəcəyi, bunu özümüz də çox gözəl bilirik. Çünki bizim komandamızın hücum strategiyası çox cəlddir. Yəni komanda çox tez hücumlar qurur, çox sürətli hücumlar qurur. Və Lamine Yamal, Rafinha və yaxud sola bir dənə daha sürətli bir winger gəlsə, Lewandowski olan arasında bizə nə oxşayacaq? Yəni elə bil 3 dənə o şey var, o Çerpaşka ninja vardı, Tspağa ninjalar. Onların müəllimləri vardı, Sıçan. O 4 dənə onlar belə cavan kələ kimi, bir dənə bu qoca. Bilirəm, hamısından təcrübəlisi elə o qocadır, amma bəzi şeylərdə o sürətdən geri qalaraq onlardan. O cəhəti var. Mütləq yeni hücumçu alınmalıdır və bu elə belə hücumçu olmamalıdır. 1 nömrəli namizəd Julian Alvarez. Yəni bu mövsüm əgər Barcelona Julian Alvarezi komandaya gətirə bilsə, yəni mən bilmirəm də sevincimi necə sizə bir üzə verim. Yəni mən necə sevinəcəyimi özüm belə bilmirəm. Julian Alvarez Barsaya gəlsə mən dəli olacam. İstədiyim transfer budur. İstədiyim transfer budur. Başqa heç nə istəmirəm. O adam Barsaya gəlsə bilirsiniz nə olar? 4-4 kimi oturar da bu komandaya. Həm yarım müdafiəyə çəkilməyi bacarır, həm hücumun cinahlarına çəkilməyi bacarır, həm build-upda gözəl oynayır, həm pressingi yaxşıdır, həm mövqe seçimi yaxşıdır. Demək olar bu adamın zəif cəhəti yoxdur. Çox ağıllı oyunçudur bu adam. Çox ağıllı oyunçudur. Yəni City onun bir dənə Haalandın adına görə qurban verdi. Vallah deyirəm sizə, Haaland City-dən getsəydi, onun yerinə Julian Alvarez qalsaydı, Julian Haalanddan qat-qat daha effektiv və daha yaxşı olacaqdı. Mən bunu sizə əminliklə deyirəm. Julian Alvarez sırf Pep Guardiola sisteminə uyan oyuncudur. Sadəcə olaraq Haalandın adı, Haalandın o PR-ı o qədər güclüdür ki, Haaland komandadan göndərə bilmədilər. Yəni elə bir niyyətləri yoxdur ki, Haalandın üzərində qurulmalıdır bu komanda. Amma Julian Alvarez heç də ondan geri qalmır. Vallah Julian Alvarez bu qədər bu gün Barsaya gəlsə, növbəti mövsüm Barsada olsa, Haalanddan da güclü olacaq. Çox hücumçulardan güclü olacaq. Mən sizə bunu əminliklə deyirəm. Bu müdafiə sistemində oynayan Atletico-da bu adam əgər bu nəticələri göstərdirsə, görün bu sürətli Barcelonada nələr eləyər. Möhtəşəm transfer olar əgər Julian Alvarez gəlsə. Əgər alındıra bilməsək, Gyökeres istəyərəm. Onu da çox bəyənirəm. Tiran hücumçudur. Həm sürəti var, həm texnikası var, həm ikinci mərtəbədə yaxşı oynayır. Mövqe seçimi də pis deyil. Amma artıq deyirlər ki, Arsenal da o transferi həll edib. Bilmirəm valla, oradan yapışırıq, bunu bu götürür, o götürür. Hamı götürür, axırda biz atxotları biz götürəcəyik belə görürəm. Yəni nəsə eləmək lazımdır. Məsələn, Jonathan David istəyirlər Lilledən. Nə bilim, o deyil də bu adam. Isak deyirlər. Isak da pis oyuncu deyil. La Ligada da oynayıb, təcrübəsi də var, La Liga təcrübəsi. Amma yəni Alvarez və Gyökeres effektin vermir mənə. İstəmirəm. Hələ bəzən Darwin Núñez deyirdilər. Valla istəmirəm. Razıyam. Lewandowski qalsın oynasın, amma o Darwin Núñez gəlməsin Barsaya. Başımıza dönüm istəmirəm. Heç nə istəmirəm. Onu gətirməyin. Razıyam. Qoy Lewandowski bir ildə qalsın. Yəni o Lewandowski bilirəm ki, belə oynayır, pis oynayır. Bəzən alındıra bilmir. Amma yadıma düşür ki, adamın 36-37 yaşı var. Bağışlamaq olar. Çünki fiziki olaraq çatdırmır. Amma Darwin Núñez'i belə görəndə əsəb olaram mən. Yəni
ürəyim partlayar mənim. Söyüşün biri 1 qəpikdən olar ki, olmaz da day belə. Lewandowskiyə üstupqa elədik, sənə üstupqa eləyə bilmərik. Belə dostlar, düzün desəm transferlərdən danışsaq, gərək mən səhərə kimi oturam burada. Çünki çox uzun bir mövzudur. Çox mürəkkəb bir mövzudur. Və inşallah ki, verilişin əvvəlində dediyim kimi, üçümüz olanda, mən, Ülvi və Novruz olanda, üçümüz bir yerdə daha ətraflı bu haqda danışacağıq. Daha ətraflı müzakirə edəcəyik. Məndən isə bu qədər. Kanalı izləməyi unutmayın, videonu bəyənməyi unutmayın və ən əsası sizə bir tövsiyəm var. Əgər siz də öz futbol kolleksiyanızı, forma kolleksiyanızı yeniləmək istəyirsinizsə, Fanshop'a müraciət edə bilərsiniz. Yeni mövsüm formaları da artıq az qalıb. Astanasındayıq, möhtəşəm formalar gələcək və ən əsası Travis Scottla olan formalarımızı da Fanshop'dan sifariş edə bilərsiniz. Garanti verirəm. A klass formalar, möhtəşəm formalar. Bir daha Fanshop'a buradan öz təşəkkürümü bildirirəm. Belə dostlar, hamınızı öpürəm, hamınıza uğurlar, növbəti görüşlərə dək. Viska Barsa, Viska Kataloniya.